Azərbaycan ordusunun əsgəri Əsədov Hüseyn Həmzəoğlu vəfat edib. Bu barədə Mətbuat mərhumun qohumları məlumat verib. Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir. Qeyd edək ki, o 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Əsgər Hüseyn Əsədov bugün Binə qəbristanlığında torpağa tapşırılıb. Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb. Hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb. 16 yaşlı Davud Quluzadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb. Su nəqliyyatında polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalarla məlum olub ki, onlar zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıblar. Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə pul alıblar. Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.